İlahiyyatçı şair Hacı Qubad Həsənzadə. Xoş gəlmisiniz. Teşekkür ederim. Təşəkkür edirəm. Çox sağ olun ki, gəlmisiniz. Qubad müəllim, Evet. verilişimizin mövzusuna aid ilahi bir şeirmi, qəzəlmi sizdən istəyəcəm. Teşekkür ederim. Değerli hemşerilara da teşekkür ederim. Elə söz hem de nesir halına bir poeziya halına keçsin. Hem de bu mevzuda Allah Teala'dan bir hadisi kuts var. Hadisi kuts yani İncil'de, Tövrat'ta, Zebur'da, Kur'an'da olmayan peygamberlere zaman zaman gelmiş hadisleri hadisi kuts deyilir. Bu hadislerin birinde Uca Allah'ımız buyurur ki herkes beni aktarsa tapar, tapsa tanıyar, tanısa sever, sevse aşık olar. Aşık olsam ben de ona aşık olarım. Herkese ben aşık olsam onu nefsen öldürerim. Herkesi ben öldürsem, yani mənen öldürsem onun qan bahası benim boynuma gelir. Ve herkesin qan bahası benim boynuma gelse onun qan bahası ben özüm olarım. Ben özüm olarım. Nizami Gəncəvidən bir şeir demek istedim. Burada ile bayaq malum elimden Nizami'den istat getirdi. Nizami Gəncəvinin xəmsəsinin birinci əsəri Sirlər Xəzinəsi. 28 yaşında yazıb bu adam bunu. Yazır ki, ey Tanrı, dünyaya sensən padişah. Biz sənə bəndəyik, bir sənsən Allah. Tək sənə sığınır hər yüksək, alçaq. Hər varlıq yoxluqdur, sən varsan ancaq. Kimsəni özünə almadan kömək, nə gözəl bir dünya yarattın gerçək. Nə gözəl naxışlar vurdun xilqətə, ki idrak heyrandı bu məharətə. Bu sirri aqillər axtarır hər an, bilməyir ilk əvvəl başladın hardan. Aqil axtarır ki, o da öyrənsin, araşdırılmış hardan başladığını tapa bilmir. Bu sirri aqillər axtarır hər an, bilməyir ilk əvvəl başladın hardan. Ey Tanrı, sən hansı başı uzatsan, heç əyə bilərmi onu bir insan? Qəhrinlə hər kimin əysən boynunu, kimsənin köməyi uzatmaz onu. Peyğəmbər Aleyhisselamın soruşdular ki, Resulullah, mələklər gülür. Həzrət buyurdu ki, bəli, iki halda gülür. Soruşdular, hansı hallarda ya Resulullah? Buyurdu ki, Allah bir adamı bir bəndən uzatmaq istəyəndə, insanlar bəziləri istəyər ki, onu aşağılaya, onda mələklər gülür ki, buna bax, Allahın uzatmaq istədiğin bu adam aşağılamaq istəyir. Bir də əksinə, Allah bir qism bəndəni aşağılamaq istəyir, bəndələrin bir qismi onu uzatmaq istəyir. Belə halda da mələklər gülür ki, Allahın uzatmaq istəmədiyin sən necə uzalda bilərsən. Nizami bunu gözəl getirir nəzmə, deyir, ey Tanrı, sən hansı başı uzatsan, heç əyə bilərmi onu bir insan? Qəhrinlə hər kimin əysən boynunu, kimsənin köməyi uzatmaz onu. Yollardan tüstünü qaldırsan əgər, bir çibin Nəmrudun beynini yiyər. İstəsən əzilsin, düşmənin beli quşlarla qırarsan hesabı fili. İlahi nələr deyir burada, nələr deyir. Nəmrud padişah, bir yeryüzündə padişah idi o dövrdə, İbrahim Aleyhisselam dövründə, hətta Kur'an'da ayə var ki, malum buyurur ki, mən sizin ən uca Rəbbinizəm. Ta gör, nə qədər insan, üzr istəyirəm, təkəbbür, özündən çox bu adam. İndi Həzrət İbrahim'e dedi ki, Allah'ına denir, o da qoşunun götürsün, gəlsin, mən də döyüşək. Allah da Həzrət İbrahim'e dedi ki, denir qoşunun götürsün, gəlsin filan səhraya. Ve yolla giderken Allah Teala yoldan bir tüstü kaldırdı, bir toz kaldırdı. Bir çibin, biz mıqmığa deyirik, fırlandı girdi bunun burun nahiyesinden içeri. Sual edilebilir ki beyin nahiyesine kadar gitti. Sual edilebilir ki bir çibin, bir mıqmığa beyine kadar necə gidebilir? Doğru da havasız bir yerde haşerat yaşayabilmez. Ama Allah istəyəndə Həzrəti İsa atasızda olur. Allah istəyəndə İbrahimin qoşu göydən inir. İradə var burada. Ve bir de Əbrəhə bilirsiniz ki, Həbəşistan padişahı gəlib Məkkəni, Kəbəni dağıtmaq istəyəndə Allah Teala əbabil quşları ilə, hansı ki 3-4'ü bir ovuca sığır, çox balaca quşlardır onun. 3-4'ü bir ovuca sığır. Onların dimdiyində və caynağında daş göndərməni o boyda fil qoşunu məhv elədi. Burada yəni Allah demək istəyir ki, sən mənə qarşı təkəbbür eləyirsən, mən səni yaratdığımın ən kiçiyi ilə məhv eləyərəm. Ən kiçiyi ilə. Yollardan tüstünü qaldırsan əgər bir çibin Nəmrudun beynini yiyər. İstəsən əzilsin düşmənin beli, quşlarla qırarsan hesabı fili. Kimdə var qorxundan cəsarət sənin? Kimdə var cəsarət qorxundan sənin? Təslimdən başqa bir kəlam söyləsin. Mən uzaq olsaydım suçdan, günahdan, sənə kim deyərdi bağışlayan? İnsanı dünyaya sənsən gətirən, öldürən də sənsən, dirildən də sən.
əldə nə hesabım, nə kitabım var. Yalnız sən bilirsən nə hesabım var. Əvvəl səbrə çatdır, sonra zillətə. Əvvəl səbrə çatdır, sonra zillətə. Öncə şükrə çatdır, sonra dövlətə. Səbrimi tükədən bəlaları sən, uzaq edey Tanrı, sən ki adəsən. Məni hər bəlaya etsən mübtəla, əvvəlcə səbr ver, sonradan bəla. İndi burada gözəl, möhtəşəm yeni bir söz deyir ki, hər bir yaranmışın mənası sənsən. O şey ki var, yaradan var. Hər bir yaranmışın mənası sənsən. O yalnız varlıqdır, xaliqi sənsən. Ölçüyə idrakdır rəhbərlik edən, kənara çıxmaz bu həddən ölçüdən. Düşüncə bu qədər yol tapar ancaq, sən başqa bir şeysən, hüduddan uzaq. Bu çox adamın məntiqində belə bir şey var. Bir sözü deyirsən, eşitmədiyi bir sözüsə, deyir ki, ola bilməz. Deməli, bunun təfəkkür dairəsində bu yoxdur deyə, elə biri ola bilməz. Psixoloji bir haldır insanda. Amma Nizaminin böyüklüyünə bax ki, 28 yaşındakı bu qəhrəmanın böyüklüyünə baxın ki, bu adam Allahı tərifləyir, bu qədər tərifləyir Quran və onun kəlamları əsasında və sonunda deyir ki, hər bir yaranmışın mənası sənsən, o yalnız varlıqdır, xaliqi sənsən, ölçüyə idrakdır rəhbərlik edən, kənara çıxmaz bu həddən ölçüdən. Düşüncə bu qədər yol tapar ancaq. Sən başqa bir şeysən, hüduddan uzaq. O demək deyil ki, sən elə mənim təriflədiyim miqdardasan, o boydasan, o əndazədəsən. Sən başqa bir şeysən, hüduddan uzaq.